OTK-nın 8-ci siniflər üçün təşkil etdiyi buraxılış sınaq imtahanının izahına baxırıq. 31-ci sual kök altında 32 üstə gəlinsin kök altında 50 çıxılsın 2 kök altında 18 ifadəsini sadələşdirin. Kök altında 32-ni 16 vurulsun 2 kimi yazırıq. 16-dan 4 çıxır kök altında 2. 50-ni 25 vurulsun 2 kimi yazsaq 25-dən 5 kök altında 2 çıxılsın 2 vurulsun 18-i 9 vurulsun 2 şəklində yazsaq 9-dan 3 çıxar kök altında 2 qalır. Bu da bərabərdir. 4 üstə gəl 5 9 kök altında 2 çıxılsın 2 dəfə 3 6 6 kök altında 2 bərabərdir 3 kök altında 2 edər. Doğru cavab C variantı. 32-ci sual hündürlüyü 12 sm olan bərabər tərəfli üçbucağın bütün medianlarının uzunluqları cəmini tapın. Bərabər tərəfli üçbucağın hündürlüyü medianı və tənböləni bir-birinə bərabərdir və tapılma düsturu A kök altında 3 bölünsün 2-dir. Buna ehtiyacımız yoxdur, çünki hündürlük mediana bərabərdir. Hündürlüyü 12-dirsə, onda medianı da 12-yə bərabərdir. Bizə isə bütün medianların uzunluqları cəmi lazımdır. Bir medianı 12, 3 medianı var deyənə 3 vurulsun 12 bərabərdə 36 edər. Doğru cavab C variantı. 33-cü sual mərkəzi O nöqtəsində olan çevrədə OB, OA və OC 24 olarsa çevrənin uzunluğunu tapın. Mərkəzlə çevrənin hər hansısa bir nöqtəsini birləşdirən parça radiusdur. OB, OA və OC hər üçü radiusdur. 3R bərabərdir 24-dür. R də bərabərdir 8 olur. Radiusu təyin elədik 8-ə bərabərdir. Çevrənin uzunluğu L bərabərdir 2πr düsturu ilə hesablanır. Bu da oldu 2 vurulsun pi vurulsun 8 bərabərdir 16 pi. Doğru cavab A variantı. 34-cü sual. Ədədinin tərtibini müəyyənləşdirin. Deməli, ədədin standart şəkildə göstərəndə qiymətli hissəsi 1 ilə 10 arasında olmalıdır. Bunu vurmalıyıq. 1, 2, 3, 4, 5, 6. 10 üstü 6-ya. 10 üstü 6-ya vursaq, olacaq 2 tam onda 5 vurulsun 10 üstü mənfi 6. Deməli, tərtibi mənfi 6-ya bərabər oldu. Qiymətli hissə və tərtib belə idi. A vurulsun 10 üstü M. Burada A ədədinə deyirik qiymətli hissə, M isə olur tərtib. Burada da 2,5 ədədinə gətirmək üçün 10 üstü 6-ya vurmaq lazım idi. 10 üstü 6-ya vurduq deyənə bölməliyik. Bu da 10 üstü mənfi 6 şəklində göstərilir. Afərin sözünün hərflər çoxluğu S, Fərid sözünün hərflər çoxluğu H olarsa, S birləşir H-ı tapın. Deməli, Afərin və Fərid. Birləşməsini yazırıq. Birləşməsində afərini yazdıq. Çatışmayan elementlər. F var, Ə var, R var, I var. Bir dənə D hərfini əlavə edirik. Buradakı hərflərin sayı isə 7-yə bərabərdir. Bizə də bu çoxluğun elementlərinin sayı lazım idi. 36-cı sual. 0,5 dövrdə 6 kəsri ixtisar olunmayan adi kəsr şəklində yazın və bu kəsrin surəti ilə məxrəcinin cəmini tapın. 0,5 dövrdə 6 bərabərdir. Bunu belə yazırıq. Dövrdəkilərin sayı qədər 9, dövrə qədərkilərin sayı qədər 0. Bütöv ədəddən, yəni 56-dan dövrə qədərki hissəni 5-i çıxırıq. Bərabərdir 90-da 51. 3-ə ixtisar aparsaq 30, 51-i 3-ə bölsək 17. 30 ilə 17 ixtisar olunmur. İxtisar olunmayan kəsr şəklində göstərdik. Surət və məxrəcinin cəmi lazımdır. 17 üstə gəlinsin 30 bərabərdir 47 olur. Doğru cavab Y variantı. 37-ci sual. A çıxılsın B 2,8 olarsa 4,2 çıxılsın A üstə gəlinsin B ifadəsinin qiymətini tapın. Belə yazaq, 4,2 çıxılsın, mötərizədə yazırıq, A çıxılsın, B. Mənfini mötərizə qarşısına çıxartdıq deyənə, mötərizənin daxilindəki ifadələrin işarəsi əksinə dəyişdi. Bu da bərabərdir, 4,2 çıxılsın, A çıx B bəllidir, 2,8-dir. Bu da bərabərdir, 1,4 olar, doğru cavab B variantı. 38-ci sual. 40% 30-a bərabər olan ədədi tapın. Faizinə görə ədədi tapmaq üçün ədədi 100-ə vurub faiz göstərən ədədə bölmək lazım idi. Bu da bərabərdir 75 olar. Doğru cavab C variantı.
39-cu sual. Bir düz xətt üzərində verilmiş A, B və C nöqtələri üçün AC çıxılsın BC 8 olarsa, AB parçasının uzunluğunu tapın. Bura bir dənə X deyirik, burada bir dənə Y. Qiymətləri yazırıq yerinə. AC oldu X üstəgəl Y, çıxılsın BC də oldu Y. Y-lər getdi, alındı X bərabərdir 8. Bizə lazım olan məsafə də AB parçası idi. AB parçasını X qeyd eləmişik. Doğru cavabımız 8-ə bərabər oldu. 40-cı sual. Düzbucaqlının diaqonalları arasında qalan bucaq 50 dərəcədir. Onun diaqonalı ilə böyük tərəfi arasında qalan bucağı tapın. Bura 50 dərəcədir. Diaqonallar arasında qalan bucaq 50 dərəcədir. Onda yerdə qalan bucaqlar alfa olacaq. Çünki düzbucaqların diaqonalları bir-birinə bərabərdir. Burada üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olduğunu nəzərə alsaq, 2 alfa üstəgəl 50 bərabərdir 180, 2 alfa bərabərdir 130, alfa da bərabərdir 65 dərəcə olur. Alfanı 65 dərəcə tapdıq. Bura 65 dərəcədirsə, onda burada olacaq beta. İndi baxırıq bu düzbucaqlı üçbucağa. Bu düzbucaqlı üçbucağa görə buradakı bucaq alfa, buradakı bucaq da betadır. Burada 90 dərəcədir. Düzbucaqlı üçbucağın daxili iti bucaqlarının cəmi 90 dərəcə olduğundan yazırıq alfa üstəgəl beta bərabərdir 90 dərəcə. Alfanı 65 təyin eləmişik. 65 üstəgəlinsin beta bərabərdir 90 dərəcə. Buradan da beta bərabərdir 25 dərəcə olur. Doğru cavab C variantı oldu. 41-ci sual. Kəsrini ixtisar edin. Surətdən 3-ü çıxartdıq mütərizə xaricinə. A üstəgəl 2, məxrəci isə A kubu üstəgəl 8-i A kubu üstəgəl 2-nin kubu şəklində yazsaq. A üstəgəl 2 vurulsun. A-nın kvadratı üstəgəlinsin. Çıxılsın daha doğrusu. Çıxılsın birincinin ikincinin hasili 2A, üstəgəl ikincinin kvadratı 4. A üstəgəl 2-lər ixtisar olundu. 3 bölünsün. A kvadratı çıxılsın 2A, üstəgəlinsin 4. Doğru cavab A variantı oldu. 42-ci sual. 2x üstəgəl 3y bərabərdir 13, 5x üstəgəlinsin 2y bərabərdir 16 sistemindən x vurulsun y hasilini tapın. Birinci tənliyi vurduq 2-yə, ikinci tənliyi birincini mənfi 2, ikincini müsbət 3-ə vurduq. Alındı. Mənfi 4x çıxılsın 6y bərabərdir mənfi 26. 15x üstəgəlinsin 6y bərabərdir 48. Tərəf-tərəfə topladıq. Tərəf-tərəfə toplayanda 11x, y-lər getdi, bərabərdir 22. X də bərabərdir 2. X-i 2 olaraq təyin elədik. Y-i tapmaq üçün gətirib yerinə yazdıq. 2 vurulsun 2 üstəgəlinsin 3y bərabərdir 13. 3y bərabərdir. Bu 4 elədi. 4-ü keçirdik sağ tərəfə. 9, y də bərabərdir 3. X-i 2, y-i 3 tapdıq. X vurulsun y hasili lazımdır bizə. 2 vurulsun 3 bərabərdir 6 olar. Doğru cavab A variantı. 43-cü sual. Tənliyini həll edin. X üstəgəlinsin 4-ün kvadratı 49-a bərabərdirsə, hər tərəfdən kök alsaq, modulda x üstəgəlinsin 4 bərabərdir 7 olar. Buradan da alırıq ki, x üstəgəl 4 bir dəfə 7-yə, x üstəgəl 4 bərabərdir bir dəfə mənfi 7 olar. Buradan x bərabərdir 3, x bərabərdir mənfi 11. Bu üsullardan biridir. Digər bir üsul, bunu sol tərəfin kvadratı yüksəltdiniz. İkəlinin kvadratı kimi açılışını yazdınız. 49-u keçirdiniz sol tərəfə kvadrat tənliyi. Viet teoremi və yaxud da diskriminant üsulu ilə də həll edə bilərsiniz. Doğru cavab oldu C variantı. 44-cü sual. Ən kiçik 2 rəqəmli sadə ədədlə ən böyük 2 rəqəmli cüt natural ədədin cəmini tapın. Ən kiçik 2 rəqəmli sadə ədəd. Demək, ən kiçik 2 rəqəmli sadə ədəd 11-ə bərabərdir. Ən böyük 2 rəqəmli cüt natural ədəd isə 98-dir. 2 rəqəmli cüt natural ədəd. Bu ikisinin cəmi lazım idi. Topladıq, alındı 109. 45-ci sual. Aşağıdakılardan hansı çoxhəllisinin vuruqlarından biridir? Bu çoxhəllinin vuruqlarını ayıraq. Vuruqları ayıranda elə ki
mn ədədi axtarırıq ki, onların hasili a vurulsun s-yə, yəni -16-ya, cəmi isə -6-ya bərabər olsun. İndi hasili -16, cəmi -6 olan ədədlər -8 və -2-dir. Ortadakı həddi bu hədlərin cəmi kimi göstərir. X kvadratı çıxılsın 8x, üstə gəlinsin 2x, çıxılsın 16. Birinci ikisindən x-i çıxartdıq mötərizə xaricinə, x çıxılsın 8. İkinci ikisindən 2-ni çıxartdıq mötərizə xaricinə, x çıxılsın 8. X çıxılsın 8-i bir də çıxartdıq mötərizə xaricinə, qaldı x üstə gəlinsin 2. Vuruqları oldu x çıx 8, x üstə gəl 2. X çıx 8 var, doğru cavabımız oldu A variantı. 46-cı sual. M parametrinin hansı qiymətində bir hədlisinin dərəcəsi 13 olar? Bir hədlinin dərəcəsi onu təşkil edən hədlərin qüvvətlərinin cəmi idi. Yəni 2 üstə gəlinsin 2m üstə gəlinsin 3 bərabərdir 13 olmalıdır. Buradan da alırıq ki 2m bərabərdir 8, m də bərabərdir 4 olar. 47-ci sual. İfadəsinin qiymətini tapın. A çıxılsın B-nin kvadratı düsturunu tətbiq edirik. Birincinin kvadratı. 2 kök altında 5-in kvadratı olacaq 20. Üstə gəlinsin ikincinin kvadratı. 9. Çıxılsın birincinin, ikincinin hasilinin 2 misli. Yəni 2 vurulsun 2 kök altında 5 vurulsun 3. Üstə gəlinsin 12 kök altında 5. 2 vur 2, 4 vur 3, elədir 12 kök altında 5 mənfi, 12 kök altında 5 müsbət. İkinci cavabımız 20 üstə gəl 9, 29 oldu. Orta xətti 18, oturacaqlarından biri digərindən 20 vahid böyük olan trapesiyanın böyük oturacağını tapın. Trapesiyanın orta xətti oturacaqlarının cəminin yarısına bərabərdir. Bizə deyir orta xətti 18-dir. Oturacaqlarından biri A, B-yə də deyirik A üstə gəlinsin 20. 20 vahid böyükdür. Onda nə alırıq? Oturacaqlarından cəminin yarısı. A üstə gəlinsin. A üstə gəl 20 bölünsün 2 bərabərdir 18. 2A üstə gəlinsin 20 bərabərdir 36. 2A bərabərdir 16. A da bərabərdir 8. A 8-ə bərabərdirsə bura oldu 8. Burada oldu 28. Bizə böyük oturacaq lazım idi. Böyük oturacağı 28-ə bərabər oldu. 49-cu sual. Bucaqlarının dərəcə ölçüləri 2 bölünsün 3 nisbətində olan paralelogramın kiçik bucağının dərəcə ölçüsünü tapın. Paralelogramın bir tərəfinə söykənən bucaqlarının cəmi 180-ə bərabər idi. Burada yazırıq 2 alfa üstə gəlinsin 3 alfa bərabərdir 180. 5 alfa bərabərdir 180. Alfa bərabərdir 36. Alfanı təyin elədik. Bucaqları isə belə deyək də A bucağı olsun 2 alfa, B bucağı olsun 3 alfa. Onda 2 alfanı tapırıq ki 2 vur 36 72, 3 vur 36 108 dərəcədir. Kiçik bucağın dərəcə ölçüsü 72 dərəcə oldu. 50-ci sual. 3 litr boya ilə 72 kvadrat metr divar rənglənir. 480 kvadrat metr divarı rəngləmək üçün eyni boyadan neçə litr lazımdır? 3 litrlə 72 kvadrat metr. Onda x litrlə də 480 kvadrat metr. Çarpaz vurduq. X vurulsun 72 bərabərdir 3 vurulsun 480. Buradan da alırıq ki x bərabərdir 3 vurulsun 480 bölünsün 72. Bunu 12-yə ixtisar aparsaq 6 qalar. 12-yə ixtisar aparsaq burada 40 qalar. 6-nı böldük 3-ə 1, 2. 40-ı da böldük 2-yə 20 litr. 51-ci sual. A parametrinin hansı qiymətində modulda x çıxılsın 3 bərabər 8 tənlinin köklərindən biri A bölünsün x çıxılsın 11 bərabərdir -2 tənlinin kökü olar. Birinci modulda x çıxılsın 3 bərabər 8 tənliyini həll edirik. X çıxılsın 3 bərabərdir 8, x bərabərdir 11. Bir də x çıxılsın 3 bərabərdir -8, x bərabərdir -5. Modul tənliyin kökləri oldu 11 və -5.
11 kənar kökdür. Şərti ödəmir. Niyə? Çünki burada məxrəcdə 11 yazsaq, məxrəc sıfıra çevrilir. Bu halda da ifadənin mənası olmur. Onda x-in ala biləcəyi ortaq kök -5-ə bərabərdir. Yazırıq yerinə. A bölünsün -5 çıxılsın 11 bərabərdir -2. Buradan da A bölünsün -16 bərabərdir -2. Çarpaz vursaq A bərabərdir -2 vurulsun -16 bərabərdir 32. A parametrinin qiymətini tapdıq 32-yə bərabərdir. 52. Tərəfi 10-a bərabər olan ABCD rombunun təpə nöqtələri bir-birinə xaricdən toxunan konqruent çevrələrin mərkəzlərində yerləşir. Bu çevrələrin uzunluqları cəmini tapın. Tərəfi 10-a bərabər olan rombdursa və konqruent çevrələrə toxunursa, onda hər bir çevrənin radiusu 5-ə bərabərdir. Radiusları 5-ə bərabərdirsə, onda bir çevrənin uzunluğunu tapırıq. L bərabərdir 2πr. R-imiz də 5-dir deyənə. 2 vurulsun pi vurulsun 5 bərabərdir 10π. Burada 4 dənə çevrə olduğundan bu çevrələrin uzunluqları cəmi olacaq 4 vurulsun L bərabərdir 4 vurulsun 10π. Bu da bərabərdir 40π olar. 53-cü sual. Tənliklər sisteminin sonsuz sayda həlli olarsa, A və C parametrlərinin cəmini tapın. Tənliklər sisteminin sonsuz sayda həllinin olması üçün A1 bölünsün A2 bərabərdir B1 bölünsün B2 bərabərdir C1 bölünsün C2 şərti ödənməlidir. Yazırıq qiymətləri yerinə. 4 bölünsün A bərabərdir 3 bölünsün 12, o da bərabərdir C bölünsün 20. Birinci bu ikisini bircə həll edirik. Buradan alırıq 3A bərabərdir 4 vurulsun 12. 3 ilə 12 getdi 4. A da bərabərdir 4 vurulsun 4, 16. A-nın qiymətini tapdıq. İndi bu iki tənliyi bircə həll edirik. Bu ikisini bircə həll eləsək, alırıq 12C bərabərdir 3 vurulsun 20. 12C bərabərdir 60. C də bərabərdir 5. C-ni də tapdıq. A və C parametrlərinin cəmini tapın. A üstə gəlinsin C bərabərdir 16 üstə gəlinsin 5, 21 olur. 54-cü sual. Perimetri 36, tərəfləri 5, 5, 8 nisbətində olan bərabər yanlı üçbucağın kiçik hündürlüyünü tapın. Deməli yazırıq 5K tərəfləri. Digəri də 5K-dır. Digəri isə 8K-dır. 8K ümumi perimetr 36-dır. 18K bərabərdir 36, K da bərabərdir 2-dir. Bura bir dənə 5K yazdıq. Oldu 2 vurulsun 5, 10. Burada 5K olduğundan 10-a bərabərdir. Bura isə 8K olduğundan 16-ya bərabər olacaq. 8K çünki K-nı 2 təyin eləmişik. Bunun hündürlüyünü tapmaq lazımdır. Bərabər yanlı üçbucağın hündürlüyü, medianı və tənböləni üst-üstə düşür. Bu hündürlük həm də median olduğundan qarşı tərəfi 2 bərabər hissəyə böldü. Yəni 16-nın yarısı bura 8 oldu, burada 8 oldu. İndi buradan düzbucaqlı üçbucaq alındı. Bu düzbucaqlı üçbucağın bir katetini tapmaq lazımdır. Hipotenuz və digər kateti bəllidir. Onda yazırıq h kvadratı üstə gəl 8-in kvadratı bərabərdir 10-un kvadratı. H kvadratı bərabərdir 100 çıxılsın 64 bərabərdir 36. H da bərabərdir 6 olar. Hündürlüyünü təyin elədik. 55-ci sual. Hər birinin maya dəyəri 120 manat olan iki eyni məhsuldan biri 30% qazancla, digəri isə 10% ziyanla satılmışdır. Bu iki məhsulun satışından nə qədər gəlir əldə olunmuşdur? Hər birinin maya dəyəri 120 manatdır. 30% qazancla. 120-ni vurduq 30-a böldük 100-ə. Bərabərdir 12 vurulsun 3, o da bərabərdir 36. Digəri isə 10% ziyanla. 10% ziyanla satılıbsa, birinci 10%-ni tapaq. Deməli, 120 vurulsun 10, bölünsün 100, bərabərdir 12. Bu gəlirdi, bu isə ziyan.
Deməli belə çıxır ki, 120 manata olan maya dəyəri 120 manat olan məhsulu 30% qazancla satanda satırıq bunu 120 üstəgəlinsin 36 156 manata. 10% ziyanla satanda isə 120-dən çıxırıq 12 bərabərdir 108 manat. Deməli biri 156, biri isə 108 manata satılıb. Bu iki məhsulun satışından nə qədər gəlir əldə olunub? Topladığı bu iki məhsulun qiymətlərin satış qiyməti 156 üstəgəlinsin 108 bərabərdir 264. 264 manat pul, amma 120, 120, 240-ı maya dəyəridir. Gəliri müəyyənləşdirmək üçün 264-dən 240-ı çıxırıq, bərabərdir 24 manat gəlir əldə olunub.